Aha, açdım. Baxaq müəllimlər, görürsünüzmü? İllik və cari planlaşdırma. İndi oxuyuram cümlə və izah edirəm. Məktəbəqədər təhsil müəssisəsində deyir, təlimin səmərəli təşkili işin düzgün planlaşdırılmasından başlayır. Yəni, işini düzgün planlayanda işin səmərə verir də, onu demək istəyir. Sonra düzgün planlaşdırma üçün deyir, yerinə yetiriləcək təlim işlərinin əvvəlcədən layiqləşdirilməsi xüsusi didaktik əhəmiyyət kəsb edir. Bəli, yəni düzgün planlaşdırma üçün təlim işlərini sən əvvəlcədən planlaşdırmalısan. Planlaşdırma bizim plan sözümüzə görə, plan iş sözümüzə görə nəticə önümlülük didaktik prinsipimizə aiddir. Və burada deyir ki, məktəbəqədər təhsildə planlaşdırma 2 istiqamətdə aparılır. İllik planlaşdırma, illik perspektiv, həftəlik isə cari planlaşdırma. Nədir bu? Həftəliyə günlük də deyilir. Bu da yadınızda qalsın. İllik planlaşdırma nədir müəllimlər? İllik perspektiv planlaşdırma standartların reallaşması məqsədi ilə müəllimlər xahiş edirəm, səslərimizə diqqət yetirək ki, dərsi tam qavraya biləsiniz. Mənimsəyə biləsiniz. Standartların reallaşması məqsədi ilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Nədir bu? Məsələn, illik plan niyə standartın reallaşması? Nə deməkdir bu? Burada standart deyəndə həm illik planın mənim əsas standartımı reallaşdırır, həm də alt standartımı reallaşdırır. Baxın, unutmayın. İllik planlaşdırma mənim həm əsas standartımı reallaşdırır, həm də alt standartımı reallaşdırır. İllik bərabərdir əsas və alt standart. Çünki burada nə deyir? Standartların reallaşdırılması, standartın demir. Demir alt standartın, deyir standartların. Bu o deməkdir ki, əsas standartla alt standart mənim illik planlaşdırmama aiddir. Məqsədi ilə aparılır və deyir ki, hər yaş qrupu üçün işin planlaşdırılması gedir burada. Məktəbəqədər təhsil proqramı kurikulumun əsas istiqamətlərinə müvafiq olaraq müəyyənləşdirilmiş həmin sahələrin planlaşdırılmasında inteqrativlik prinsipi ciddi şəkildə gözlənilir. Baxın, inteqrativlik, inteqrasiya nədir bu? İstənilən şəkildə sən inteqrasiya edərək mövzunu daha planlayarkən inteqrasiyanı düzgün qursan, təlimin daha rahat, daha məqsədə uyğun olacaq. Sonra, yəni inteqrasiya mütləq olmalıdır deyir. Perspektiv deyir, illik planlaşdırma aşağıdakı ardıcıllıqla aparılır. İndi onu deməmişdən qabaq bunu deyim sizə. Perspektiv planlaşdırma həm də mənim ümumi təlim nəticəmdir. Ümumi təlim nəticəsi bərabərdir perspektiv planlaşdırma. Perspektiv planlaşdırmaya nələr daxildir? Standartlar daxildir, məşğələ daxildir, mövzular daxildir, inteqrasiya daxildir, resurslar daxildir, bir də tarix daxildir. Məsələn, standartı nə edirəm? İllik planında nə olur? Standart var, elə deyil? Var da standart, mövzu, məşğələ, yəni standartım da yazılır. Məşğələmin adı da yazılır, mövzum da yazılır, inteqrasiyamı da yazırlar illik planımda, resursumu da yazırlar, tariximi də yazırlar. Tarixi də sonda özüm qeyd edirəm keçdiyim vaxtda. Bu oldu mənim illiyimə. İndi də gəlin həftəliyə baxaq. Həftəlik deyir, cari planlaşdırma alt standartların həyata keçirilməsi ilə başlayır. Baxın, alt standartların. Alt standart nə idi? Bayaq sizə göstərdiyim cədvəllər idi. O cədvəllərlə nə olur? Həftəlik cari planlaşdırmam həyata keçirilir. Və nə deyir burada? Alt standartların həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı məşğələlər və məşğələdən kənar fəaliyyət sahələri üzrə aparılır. Məşğələlərdə mövzuların ardıcıllığı planlaşdırılarkən aşağıdakılar nəzərə alınmalıdır. İndi nələr nəzərə alınmalıdır? Onları da sizə deyəcəm. Bu nə deməkdir? Baxın, bayaq gördünüz standartların reallaşdırılması dedi illik planda. Bu o deməkdir ki, əsas standartla alt standart ikisi bir yerdə mənim illik planlaşdırmama aiddir. Amma cari planlaşdırmam sadəcə alt standartlarımı reallaşdırır. Çünki mənim məqsədim alt standartdan çıxır. Mən məşğələdə məqsədi yazıram oradan alt standartımın standartını yazıram da 1.1 yazıram, ora yox, 3 rəqəmli mən kod yazıram da, ora elə deyil, bu da mənim alt standartımdır da. Yəni sizə desək ki, həftəlik planlaşdırma əsas standarta aiddir, deyəcəksiniz, yox, alt standarta aiddir. Çünki həftəlik planlaşdırmanı biz alt standartdan götürürük. Yəni onun standartına uyğun olaraq fəaliyyətlərimizi çıxardırıq. Və nə deyir burada? Ayrı-ayrı məşğələlər və məşğələdən kənar fəaliyyət sahələri üzrə aparılır. Bəli, cari planlaşdırmamı mən gündəlik yazıram, səhər, axşam fəaliyyətimi, ayrı-ayrı məşğələləri yazıram, məşğələdən kənar fəaliyyət sahələrini yazıram və mənim bu olur cari planım. Məşğələlərdə mövzuların ardıcıllığı planlaşdırılarkən aşağıdakılar nəzərə alınmalıdır. İnkişaf sahəsi daxilində inteqrasiya, baxın, görürsünüz, burada şaquli yazılırmı müəllimlər? Yazılmayıb, görürsünüzmü? İnkişaf sahəsi daxilində inteqrasiya yazılıb, kurikulumda da bunu qeyd ediblər. Sonra müəllimlər, fevral qrupuna WhatsApp-da yazırsınız, zəng etməyin, çox xahiş edirəm, baxa bilmirəm, dərsdən çıxın baxacam.
Və inkişaf sahələri arası inteqrasiya. Nə demişdim sizə? Şaquli üfüqü varmı burada? Yoxdur. Görürsüz? İnkişaf sahəsi daxilində inteqrasiyadır, nəzərə almalıyıq. Bayaq izah elədim sizə. İnkişaf sahələri arası inteqrasiya. Müəllimlər, nəzəriyyələr izahını mən bir gözəl izahını vermişəm. Piagenin hələ möhtəşəm. Siz ona bir dənə baxın. O Piageni siz o mənim kaydıma baxsaz, öyrənsəz, inanın mənə ki, sizin Piagedən səhv etmə ehtimalınız mümkün deyil. Bir dənə yazın Ayda Azadlı Piage YouTube-a, özünüz görəcəksiniz. Yəni nəzəriyyələr yazın, Ayda Azadlı nəzəriyyələrin izahı gələcək. Yəni YouTube kanalına abunə olun, orada çox videolar var. İnkişaf sahələri arası inteqrasiyanı da bayaq izah elədim. İki inkişaf sahəsinin arasında gedir. Ardıcıllığın qurulması deyir nəzərə alınmalıdır. Bəli, ardıcıllıq düzgün qurulmalıdır. Burada nə olur? Ardıcıllığın qurulmasında nə olmalıdır? Məntiqi ardıcıllıq nəzərdə salınmalıdır. Psixoloji ardıcıllıq olmalıdır. Xronoloji ardıcıllıq. Məntiqi ardıcıllıq nə deməkdir müəllimlər? Məsələn, məntiqi ardıcıllıq odur ki, bu gün mən bu həftə uşaqlara ailə mövzusunu keçirəm elə. O ailə mövzusunu mən, məsələn, ailə mövzusunu ətraf aləmlə tanışlıqda keçdim. Elə deyil müəllimlər. Keçirəm özümə, məsələn, bədii təfəkkür məşğələsində ailəyə aid bir nağıl danışa bilərəm. Mövzum ona uyğun olmalıdır. Yəni o həftə ərzində mənim məşğələlərim bir-birini tamamlamalıdır. Təsviri fəaliyyətdən ailəyə aid nəsə kəsib yapışdırma edə bilərəm. Və yaxud da ki, bir dənə məşğələ deyim sizə, sonra var tutaq ki, digər məşğələlərimdən nümunə gətirim. Məsələn, ətraf aləmdə ailə haqqında danışdım. Bədii təfəkkürdə ona uyğun bir nağıl qura bilərəm. Dediyim kimi, təsviri fəaliyyətdə o ailəyə uyğun bir kəsib yapışdırma giriş edə bilərəm ki, ailə daha da möhkəmlənsin. Məsələn, bədii təfəkkürdə nağıl yox, şeir də dedizdirə bilərəm uşaqlara. Sonra savad təlimində ailəyə aid məsələn sözləri qura bilərlər, sözləri deyə bilərlər. Və yaxud da başqa hansı məşğələlər var? Başqa var riyaziyyatda. Məsələn, riyaziyyatda ailə üzvlərini deyə bilərlər. Ailə mövzusu orada toxuma neçə üzv var ailənin? 3, 5. Yəni bir növ bir-birini tamamlamalıdır. O həftə ərzində ailəyə aid dərslər keçməlidir həmin məşğələlər əsasında. Sonra bu məntiqi ardıcıllıqdır. Psixoloji ardıcıllıq nədir? Sadədən mürəkkəb olmalıdır sənin dərslərin. Sən birinci 5-i öyrədib sonra 3-ü öyrədə bilmərsən. Birinci 3-ü öyrənməlidir, sonra 4-ü öyrətməlisən, sonra 5-i. Yəni sadədən mürəkkəb olmalıdır sizin dərsləriniz. Yaxından uzağa prinsipi. Sonra xronoloji ardıcıllıq nədir? Xronoloji ardıcıllıq odur ki, tarixlər düz yazılmalıdır. Məsələn, mən bu gün bu həftə tutaq ki, 27 sentyabr anım günüdür elə. 27 sentyabr anım gününə aid mən məşğələmi gedib dekabra sala bilmərəm. Xronologiya, ardıcıllıq düzgün qurulmalıdır. Sonra müəllimlər, cari həftəlik planlaşdırma nədir? Bura nələr daxildir? Bura standartı yazırammı? Yazıram, bəli. Mövzumu yazırammı? Yazıram, bəli. Məqsədimi yazırammı? Yazıram. Məqsədi cari planda yazıram. Gördünüzmü, heç illikdə varmı məqsəd yox? Mənim məqsədimi illikdə yazırlar? Yox, çünki məqsəd mən qururam məqsədi. Mənə aiddir bu. Sonra var bir də yaxınlaşdırım. Bir dəqiqə. Yazmaq istəyirsiniz. Bunun PDF-ni ataram qrupa, narahat olmayın, zaten atmışdım. Cari planlaşdırma dedikdə standart, mövzu, məqsəd, mən mövzumu hardadır? Mövzu varmı burada? Görürsüz, var. Amma məqsəd varmı? Çünki yenə də deyirəm, bayaq da bilmirəm səhv dedim, demədim. Məşğələ ilə yəqin qarışdırmadım. Məqsəd demək istədim. Baxın, mən məqsədimi caridə yazıram. Çünki mənim məqsədimi heç kim əvvəlcədən planlaşdıra bilməz. Mənim məqsədimi mən özüm yazıram əvvəlcədən. O məqsədi mən çıxardıram. Qrupumun ehtiyacına uyğun o məqsədi çıxardıram. Bayaq sizə izah eləmişdim. İnteqrasiya ikisində də var. Çünki mənim illik planımda da inteqrasiyam yazılır. İllik planı açın, baxın, yazılır orada inteqrasiya. İş forması müəllimin hüququdur. İş üsulu müəllimin hüququdur. Mən bəlkə, nə bilim, məşğələmdə necə deyim, tapmacadan istifadə edəcəm. Mən ilin əvvəlindən mən onu niyə yazıram ki ora? Bəlkə mənim uşaqlarım tapmacanı sevməyəcək. Ona görə niyə cari planda yazılır? Çünki sən o dəyişikliyi eləyə biləsən deyə. Məşğələn orada yazıla bilər nə məşğələsidir, amma məşğələvin daxili sənin cari planına aiddir. Daxilində edən dəyişiklikləri sən yaza bilərsən və o dəyişdirilə bilir, cari planınıza aiddir. Resurs hər ikisində var. Resurs, bəli, ümumi resurslar yazılır, amma resursu seçmək artıq sizdən asılı olan bir şeydir. Sizin əlinizdə olan avadanlıqlardan, sizin yaradıcılığınızdan. Mən orada konkret yaza bilmərəm, bu olsun. Bəlkə siz əlavələr edəcəksiniz. Əlavələrinizi də edə bilərsiniz. Sonra müəllimlər, gəlin bura, görürsünüzmü? Cari planlaşdırma deyil aparılarkən məşğələnin mərhələlərinə diqqət yetirilməlidir. Məşğələnin 3 dənə mərhələsi var. Bəs desək ki, məşğələnin mərhələsi illik planlaşdırmaya aid yoxsa cari? Əlbəttə ki, cari. Məşğələnin içi cari plandır. Məşğələnin adı illikdir, yəni ümumiyyətlə, yəni mövzumun, amma içi daxili mənə aiddir. Daxilində nə iş görürəmsə o cari planda yazılır.
məşğələnin içində nə gedirsə o cari planda yazılır. Mənim məşğələmdə aktuallaşdırmadanmı, motivasiyadanmı, dərk etmədən, tətbiq etmədən istifadə edəcəyim məndən asılıdır. İlin əvvəlində bunu mənə kimsə yaza bilməz. Bəlkə mənim uşaqlarım orada motivasiya yazmışam. Bəlkə motivasiya qura bilmirəm mən o məşğələdə. Bəlkə aktuallaşdırmadan istifadə edirəm və ya aktuallaşdırma yazmış ora. Bəlkə mən aktuallaşdırmadan yox, gözəl bir motivasiya qura biləcəm. Ona görə də motivasiya, aktuallaşdırma, dərk etmə, tətbiq etmə aid olur cari planlaşdırmaya. 3 dənədir. Baxın, birə görürsünüz mən aktuallaşdırma və motivasiya yazmışam. Bir niyə həm aktuallaşdırma, həm motivasiyadır? Bu o deməkdir ki, motivasiya odur ki, məşğələləri çalışın motivasiya ilə qurun. Görürsüz, birə aiddir. Yəni, birincisi siz ya motivasiya qurmalısınız, motivasiya 3-5 dəqiqə olur. Məsələn, motivasiya nədir? Diqqəti cəlb eləmək, maraqlı nəsə demək, nə bilim, qutu gətirə bilərsiniz sinifə, kimsə maraqlı bir geyimdə kimsə daxil ola bilər. Personaj daxil ola bilər qrupunuza, məşğələnizə aid. Mənim açıq məşğələlərim olub. Instagramdan daxil olub baxa bilərsiniz. Ayda Azadlı yazın, orada da gələcək. Və əlavə olaraq da məsələn, nümunə gətirim sizə. Nə bilim, gözəl bir mahnı ilə başlaya bilərsiniz. Gözəl suallarla, belə deyim, maraqlı suallarla əqli hücum verərək başlaya bilərsiniz. Baxın, motivasiyaya hansı iş üsulu aiddir dedikdə deyəcəksiniz əqli hücum, tap-tapmaca. Əqli hücumla tap-tapmaca aid olur mənim motivasiyama. Və müəllimlər aktuallaşdırma. Müəllimə. Məktəbə hazırlıqda da klaster. Ay, son klasterdən də. Bilirsiniz necə müəllimə? Bunu da deyim sizə. Ümumiyyətlə bu mənim iş üsullarım var ha. Ümumiyyətlə o mənim yaradıcılığımdan asılıdır. Bəlkə mən gözəl bir iş üsulunu gözəl bəzədim, düzəldim, özümə motivasiyadan başladım. Yəni o əslində könüllü bir şeydir. Standart deyil bunu istifadə eləməlisən. Bəlkə sən gözəl bir, maraqlı bir fəaliyyət qurdun. Yəni o səndən asılıdır əslində, amma daha çox mən istifadə edirəm motivasiyadan, dediyim kimi əqli hücumdan və tap-tapmacadan istifadə edirəm. Bir də var müəllimlər, aktuallaşdırma. Aktuallaşdırma nədir? Keçmiş biliklərin təkrara gətirilməsi. Bu gün mən məsələn məşğələ keçirəm uşaqlara meyvələri, maraqlı nəsə bir söz gətirə bilmədim, maraqlı nəsə bir cümlə gətirə bilmədim. Neynirəm? Avtomatik olaraq deyirəm ki, gətirə bilmirəm də. Məsələn deyirəm, ay uşaqlar, yadınızdadır biz bu mövzunu keçmişdik. Bu aktuallaşdırmadır. Keçmiş bilikləri yada salıram, elə başlayıram dərsə. Amma motivasiya birinci gəlir. Çalışın motivasiya ilə qurun. Motivasiya olmayanda aktuallaşdırma ilə başlayırıq ki, yadınızdadır bu mövzuları keçmişdik. Kim deyə bilər? Biz nə öyrənmişdik keçən dərsdə? Aha, biz 3 öyrənmişdik. Bu gün isə biz 5 öyrənirik və ya bu gün 4 öyrənirik. Bu artıq mənim aktuallaşdırmamdır. Aşkara çıxarıb səsləndirilməsi. Aktual nə deməkdir? Aktual sözü. Aktual keçmiş vəziyyətin indiki vəziyyətə gətirilməsi. Adətən görürsüz magazinçilərdən televiziya kanallarında keçmişdə olan xəbərləri deyirlər, bu məsələ aktuallaşdırıldı, aktual vəziyyətə gətirildi. Aktual nədir? Keçmişdə bu məsələ olub, indi mən onu yada salıram, yada gətirirəm. Yada salmaq aktuallaşdırmadır. Keçmiş biliklərin təkrara gəlinməsi aktuallaşdırmaya aiddir. Yəni təkrardır da bir növü mənim. Və bu mənim aid olur hansı müəllimlər aşağıda yazın görüm aktuallaşdırmaya hansı iş üsulları aiddir? Öyrənişli dərsimdə demişdim, indi birazdan deyəcəm, müəllimlər yazsınlar görüm. Yox, iş üsullarını, formalarını yox. Və müəllimlər, bir də aktuallaşdırma dediyim kimi keçmiş biliklərin təkrarlanması və bu da aiddir söz assosiasiyasına. Bəli, söz assosiasiyası. Əvvəl nə bilirdin, indi nə bilirdin? Əvvəl öyrəndiklərini, bir uşaqların əvvəlki dərsdən nə yadlarında qalıb onu soruşuram, sonra yeni dərsi keçirəm, sonra təzədən soruşuram ki, nə öyrəndi, yeni nə biliklər əldə etdilər. Bu oldu mənim söz assosiasiyam. Və müəllimlər, bir də var, dərk etmə. Unutmayın, motivasiyamda, aktuallaşdırmam da 3-5 dəqiqə vaxt almalıdır. Unutmayın, 3-5 dəqiqə. Amma dərk etməm çox olmalıdır. Baxın, niyə dərk etmə çox olur? Çünki mən dərk elətdirirəm uşaqlara. Məsələn, mənim məşğələm 30 dəqiqədirsə, onun 5 dəqiqəsi ya motivasiya edirəm, ya aktuallaşdırma, ikisindən biri. Ona görə bir də yazılıb. Yəni birinci mərhələ motivasiya ya da aktuallaşdırma olur. Hansını seçirsənsə seç, özün bilərsən. Dərk etmə çox olmalıdır. Məsələn, 30 dəqiqədən 5 dəqiqəsi motivasiyaya getdisə, oradan hardasa mənim 15 dəqiqəm də gedəcək nəyə? 15 dəqiqəm də gedəcək dərk etməmə. Dərk etməm daha çox olur. Fiziki mədəniyyətin izahı da var, müəllimlər YouTube-dan baxarsınız. Mənim artıq dərk etməm, indi bir anons keçərəm bundan da. Mənim artıq dərk etməm nəyə aid oldu? Məşğələmin əsasını təşkil edir. Dərk etmə daha çox olur. Həm tətbiq etmədən, həm də dediyimiz kimi motivasiyadan.
motivasiyadan çox olur. Yəni dərk etmədə izahlar verirsən, nümunələr gətirirsən, şeirlər səsləndirirsən, sözlər qururlar. İndi məşğələyə uyğundur onu tam dərk elətdirənə qədər. Sonra tətbiq etmədə isə adı üstündə tətbiq fəaliyyət deməkdir. Tətbiq etmə fəaliyyət deməkdir. Bəs desək ki, idman dəqiqəsi nə vaxt olur? Deyəcəksiniz ki, idman dəqiqəsi dərk etmədən sonra olur. Bəs desək ki, yaxşı, idman dəqiqəsi mənim məşğələmin dəqiqəsinin içinə mi daxildir? Xeyr. Məsələn, sizin məşğələnizin dəqiqəsi 30 dəqiqədirsə, siz orada idman dəqiqəsi verirsinizsə, idman dəqiqəsi ayrılır. Yəni mən idman dəqiqəsini 30 dəqiqənin içində mən idman dəqiqəsi versəm, mən məşğələmin vaxtından gedir axı, mən nə öyrədəcəm? Onu ayrı verirəm. Məsələn, bu gün mənim məşğələm 11:00-da başlayırsa, tutaq ki, 11:00-da başlayırsa, mən artıq dərk etməmi verdim. Dərk etmədən sonra müəyyən qədər idman dəqiqəsi verirəm, sonra başlayıram artıq nəyə? Məşğələmin davamına. Yəni burada artıq vaxt arta bilər. Yəni idman dəqiqəsinin vaxtı ayrı verilir və dərk etmədən sonra verilir, tətbiq etmədən əvvəl. Yəni idman dəqiqəsi dərk etməklə tətbiq etmənin ortasında verilir. Unutmayın bunu. Tətbiq etmə də yenə də deyirəm, tətbiq etmək tətbiq eləməkdir. Məsələn, mən bu gün yemək bişirməyi dərk etmədə öyrəndim. Necə deyim? Məsələn, tutaq ki, baxıram reseptdə, bilirəm ki, belə bişirilir. Gəl tətbiq elə, görüm nətər tətbiq eləsən. Tətbiq etmədə artıq işi görür uşaq. Bu gün məsələn uşaq həndəsi fiqurları öyrənir, artıq tətbiq etmədə həndəsi fiquru düzəldir. Tətbiq etmə fəaliyyət deməkdir, hərəkət deməkdir. Sağ olun. Əla. İndi müəllimlər, gəlin. Bunlara da baxaq. Buyurun. İdman dəqiqəsi maksimum 5 dəqiqə gedə bilər də. Bəli, təxmini 5-6 dəqiqə. Bəli, ondan o yana olmaz. Çünki bir növ ritmik hərəkətlər verirəm orada. Orada nə veririk? Ritmik hərəkətlər ki, uşaqların yorğunluğu aradan qaldırılsın. Və bu da mürəkkəb məşğələlər də verilir. Bədii təfəkkür olsun, məntiqi riyazi olsun. İndi müəllimlər, aşağı baxın. Deyir ki, aktuallaşdırma və motivasiya. Bayaqki sözlər mənim öz sözlərim idi. İndi kitabdan yenə davam edirəm oxumağa. Məşğələ deyir aktuallaşdırma, yəni mövcud biliklərin aşkara çıxarılıb səsləndirilməsi ilə başlayır. Bəli. Ya deyirəm məşğələ aktuallaşdırma ilə, yəni mövcud biliklərin aşkara çıxarılıb səslənməsi ilə. Yəni aktuallaşdırma budur da, mövcud biliyi aşkara çıxardırsan, o biliyi əsasında da dərsi keçirsən. Əgər deyir motivasiya yaratmaq çətin və mümkün deyilsə, o zaman aktuallaşdırma ən yaxşı çıxış yoludur. Yəni motivasiya birincidir. Əlbəttə, motivasiya ilə deyir, başlanan məşğələ daha cəlbedici olur. Lakin hər mövzu üçün maraqlı cəlbedici motivasiya qurmaq mümkün olmayanda aktuallaşdırmadan da istifadə edilir. Motivasiya necə qurulur? Baxın, bu suallar imtahanınıza düşəcək qarşınıza. Diqqəti cəlb etmək, uşağı maraqlandırmalısan. Məsələn, uşağın diqqətini cəlb eləməlisən. Nəsə bir maraqlı bir kompozisiya qura bilərsən, maraqlı bir nağılla da başlaya bilərsən dərsə. Fərq eləmir. Nağıl varsa, bu demək deyil ki, müəllimə nağıl niyə motivasiya aiddir? Gözəl bir maraqlı bir diqqəti cəlb edən bir nağıl qurmuşam özümdən, vermişəm motivasiyama nağıl etmə. Nə var ki orada? Sonra bəli, uşaqların diqqətini qarmağa keçirtmək. Bir də ki, müxtəlif fərziyyələrə deyir, bəli, plan müəllimə 1 həftə falan, 2 həftə qabaqcadan yazılmalıdır. Deyir ki, müxtəlif fərziyyələrə deyir, səbəb olan vəziyyət yaratmalısan. Bəli, müxtəlif fərziyyələrə səbəb olan vəziyyət nə deməkdir? Yəni, uşaq orada artıq öz fikirlərini irəli sürməlidir, motivasiyada axtarmalıdır, araşdırmalıdır, əqli hücum həyata keçməlidir. Sonra, müstəqil tədqiqat həvəsləndirməlisən uşaqları. Bəli, müstəqil tədqiqat var. Nədir müstəqil tədqiqat? Uşaq həvəsli olmalıdır, axtarmalıdır, araşdırmalıdır. Sonra məktəbəqədər yaşlı uşağın imkanlarına müvafiqliyi nəzərə almalısan. Məktəbəqədər yaşlı uşağın sən imkanına uyğun nəsə keçməlisən də, imkanına uyğun nəsə bir fəaliyyət verməlisən. Dərsə başlamalısan, uşağın imkanı nəzərə alınmalıdır. Bir növ motivasiya uşaq önümlülüyü didaktik prinsipimizə aiddir. Uşağı öz bacarığını həyata keçirməyə sövq etməlisən. Bəli, uşağı öz bacarığını həyata keçirməyə sövq etmək də aid olur mənim elə motivasiyama. Sonra dərk etmə nədir müəllimlər? Bax, bu imtahana düşmüşdü. Dərk etməklə tətbiq etmə. Yeni bilik və bacarıqların tədqiq edilərək, tədqiq nə deməkdir? Araşdırılaraq öyrənilməsi dərk etmə deməkdir. Tapşırıqları həll etmə prosesində məlumatların, faktların axtarılması, toplanmasıdır. Dərk etmə bilik və bacarıqların vəhdətdə formalaşması prosesidir. Verilmiş işi yerinə yetirmək üçün uşaqlar iş formasından asılı olaraq fikir mübadiləsi əsasında tədqiqatlar aparırlar, axtarırlar, araşdırırlar, müəllim izah eləməyə davam edir, ümumi bir nəticəyə gəlirlər. Bu oldu mənim dərk etməm. Bəs tətbiq etmə nədir? Baxın, dərk etmə tədqiq deməkdir.
Tədqiq, unutmayın o sözü. Tətbiq etmək isə tətbiq etmə deməkdir. Deyir ki, tətbiq etmədə qazandığın biliyi, bacarığı deyir, qazanılmış bilik və bacarıqların tətbiq edilməsidir. Yəni uşaqlar əldə etdikləri bilik və bacarıqları möhkəmləndirir. Bunların praktik əhəmiyyəti deyir artır. Tətbiq etmək məqsədi ilə uşaqlara praktik tapşırıq verilir. Məktəbəqədər yaş dövründə deyir əsas fəaliyyət növü oyun olduğu üçün tətbiq etmə zamanı mövzuya uyğun oyundan istifadə edə bilərəm. Baxın müəllimlər, oyun hardadır? Oyun bizim tətbiq etmə mərhələmizdədir. Oyunları harda həyata keçiririk? Tətbiq etmədə. Özümə sujetli rollu oyun verə bilərəm. Nə bilim, tapşırıq verə bilərəm, nəsə bir həyata keçirsin, reallaşdırsın. Dərk etmədə isə hələ axtarır, araşdırır, belə. Aydın oldu mu müəllimlər? Mən inanmıram ki, sizə çətin olsun. Bəli müəllimə, çox sağ olun. Siz sağ olun. Təşəkkürlər. Yaxından oxudum dediyim. Siz sağ olun. Yəni bacardığım qədər sadə dildə izah elədim ki, öz məşğələnizlə də üst-üstə düşsün. İndi gəlin dəyərləndirməni 20 verə bilərəm. 25 buyurun. Birinci, ikinci qrupda, kiçik qruplarda da, birinci, ikinci, kiçik qruplarda iki məşğələ olsa, biri günün birinci yarısında, biri ikinci yarısında keçirilir. Amma orta böyük məktəbə qədərdə ikisi də səhər keçirilir da. Məşğələrin arası 10 dəqiqə olur. Eyni vaxtda keçirilir. 10 dəqiqə ara verməklə. Bəli, bəli, 10 dəqiqə ara verilir. Və müəllimlər, əlavə olaraq da belə deyim də sizə, birinci 1, 2, 2, 3 yaş qruplu uşaqlarda məşğələnin 2 məşğələsi birini gündüz, birini günortadan sonra keçirə bilərsiniz. Amma orta qrup, böyük qrup məktəbə hazırlıqda isə elə hamısı günün birinci yarısında keçirilir. Onun ikinci günə keçirilməsinin səbəbi odur ki, uşaqlar körpü olur, danışma problemi, yatma problemi, adaptasiya problemi, 2 məşğələ ard-arda olanda yorulurlar, bezirlər, dağıdırlar ətrafı, əsəbləşirlər. Belə hallar olduğu üçün körpü uşaqlar tam qaydaları bilmədiyi üçün ona görə az-az. Gündüz birini, günortadan sonra bilir. Amma orta yaşlı uşaq artıq yavaş-yavaş bilir axı, qrupun qaydalarına bayaq dediydi, dözümlülüyü nümayiş etdirməlidir. Çətin proseslər orta qrupdan başlayır. Belə müəllimlər, indi isə deyin mənə, tam hər şey aydın oldu mu? Cari planı da təxmini bildiniz nə demək istədiyimi? İnanmıram ki, Axşamda Sayın müəllimə olar bir sual verim. Buyurun, buyurun. Bəli, müəllimə. İnşallah indi sizin fevral qoluna qoşulmuşam. Gələn həftədən çox suallarımız olacaq inşallah. Müəllimə, bu motivasiya haqqında verirəm. Bu elə bir ki, biz mövzu keçiriksə, bu motivasiya ona aid olmalıdır. Yoxsa məsəl üçün üçbucaq fiqurlar keçirəmsə, imla üçbucağa aid motivasiya Məsələn, mən öz motivasiyamı deyim sizə. Keçən il öz qurduğum motivasiyam, videomda var. Instagramda dediyim kimi yazın gələcək. Mən belə bir motivasiya qurmuşdum, bir qutu hazırlamışdım. Bunu da deyim, sonra kesin dəyərləndirməyə, sonra da bitir dərsimiz. Məsələn, bir qutu hazırlamışdım. Qutunun içinə üçbucaq çəkmişdim. Mövzum üçbucaq idi. Uşaqlara üçbucağı keçməli idim böyük qrupda. Üçbucağı hazırladım, qoydum qutunun içinə. Qutunun içinə də şey qoydum, səs ucaldıcı. Qoydum ora. Bir dənə də proqrama bir dənə belə maraqlı bir səs effekti yaratdım, öz səsimi. Hey uşaqlar, mən fiqurlar ölkəsindən gəlmişəm. Mənim üç tərəfim, üç bucağım var. Deyin görək mən kiməm? Belə bir səs yazısı elədim. Onu multfilm karakterinə çevirdim də o səsi öz səsim idi. Sonra onu proqramla multfilm səsinə keçirtdim. Belə incə çıxdı səsim, fərqli çıxdı, maraqlı çıxdı. Sanki televizordan bir multfilmin səsidir də. Qoydum onu onun içinə. Sonra bir dənə də uşağı götürdüm orada. Üzünə qoğal çıxartdım, qoğalı yapışdırdım yaxasına. Sonra uşaq qapıdan məsələn qapını döydü məşğələ. Uşaqlar biz bu gün məşğələ keçəcəyik sizinlə deyən kimi uşaq qapını döydü. Undum qoğal olmuşam, deyir süd ilə yoğrulmuşam, nənədən də qaçmışam, babadan da qaçmışam. Hədiyyəmi sizə verib buradan da qaçacam. Deyəndə artıq mən qutunu götürürəm, sonra qutunun içərisindən tak-tak səs gəlir. O səsi özüm qoymuşam, axı çöldən də onu belə quraşdırdılar ki, səs gəlsin. Tak-tak səs gəl. Hey uşaqlar, deyən kimi uşaqlar təəccübləndilər ki, bu səs hardan gəlir? Məsələn, mən dostlarımı axtarıram, fiqurlar ölkəsindən gəlmişəm. Artıq bunu deyəndən sonra uşaqlar dedilər ki, 3 tərəfim var, 3 bucağım var. Deyin görək mən kiməm? Ara məsafəsi verdiyim səs. Bir müddət üstündən keçəndən sonra uşaqlar dedilər ki, 3 bucaq, bəli, düz tapdınız. Belə bir başlıq da verdim və 3 bucağı çıxartdım. Özünə 3 bucağı da elə götürmüşdüm ki, bəli, mövzuya uyğun çox motivasiya vermək olar. Sözsüz ki, biraz yaradıcılıq tələb edir. Motivasiyaya uyğun, belə deyim, 3 bucağı mən götürdüm. Orada 2 dənə göz, ağız qoymuşdum. Belə maraqlı, gülən bir 3 bucaq götürmüşdüm və qoydum. Ondan sonra 3 bucaq haqqında izahlar elədim. Şeir dedilər uşaqlar, səhv etmirəmsə. Yəni, belə dərk elətdirdim. Yəni, motivasiya
Motivasiya mövzuma uyğun qurulmalıdır. Elə bil ki, tam məsələn mən qoğalın şeirini dedim elə, amma nədir mövzuma uyğun idi. Çünki qoğal yumrudur. Bu deməkdir ki, qoğal Oldu gətirib müəllimə, öz çox sağ üstücağını bizə başa verib düşdüm. gedir. Yəni belədir, bəli. Sonra müəllimlər, dediyim kimi motivasiyada diqqət, maraq, fəal təlim, həvəs var. Amma aktuallaşdırmada biraz maraqsız olur da. Elə bil ki, mövzuya dərsdə keçdiyimiz kimi dərsdə uşaqlara deyir, uşaqlar, bu gün biz bunu keçmişik, bunu keçmişik. Əslində məktəbdə də motivasiya var. Məktəbdə də diqqəti cəlb eləməlisən. Axtarma, araşdırma olmalıdır. Belə İndi keçək dəyərləndirməyə. Dəyərləndirmə haqqında da məlumat vereyim. Hər kəs dinləsin. Ayrılmayın dərsdən. Qayd olmama ehtimalı yüksəkdir. Yenə olsa göndərəcəm kaydı. Baxaq bizim dəyərləndirməmizə. Dərsdən çıxmışam deyə yorğunçuluq var, üzrlü sayın. İndi onu da izah edeyim. Dedim ki, 3 dərsi bir yerdə izah edeyim. Sonra söz verərəm, vaxtım olmaz. Sabahdan Zoom Premiumun vaxtı bitir. Ondan sonra elə keçə bilməyəcəm. Həm də vaxtım olmayacaq. Hər günüm 2-3 dənə təlimlə dolu olduğu üçün keçə bilməyəcəm. İndi başlayaq. Necə? Fevral qrupu ay neçəsi başlayır? Gələn saat həftənin neçədə? 3-cü günü başlayırıq müəllimə. 3-cü günü dərslərə başlayırıq. Həftədə 2 dəfə, 3-cü, Aha, 6-cı günü tamam. olacaq. Sağ ol. Sağ ol. Belə, davam edək. Aha, hər kəs baxsın bura. Təşəkkürlər, xoş sözləriniz üçün. Hər birini aşağıdan oxuyuram, görürəm. Əla, əsas odur ki, başa düşmüsünüz. Bəli, kollec bitirənlər də imtahanda iştirak edə bilərlər. Sadəcə ailə və ev təhsili səhv etmirəmsə 2021-ə qədər bitirənlər iştirak edə bilər. 2021-dən sonra yox. Musiqi dərsi müəllimlər, yəni musiqinin standartlarını musiqi müəllimləri öyrənməlidir. Sizə aid deyil, narahat olmayın. Aha, nəsə sualınız olsa yazarsınız. 2-ci günü axşama qədər vaxtım var. Yəni mesajlara baxacağam, çalışacağam o gün qutarım və müəllimləri qrupa əlavə edib 3-cü, 6-cı gündən də dərslərimizə start verəcəyik. Mart qrupunun da açılıb açılmayacağı yenə də deyirəm bəlli deyil. Çox güman ki, açılmama ehtimalı yüksəkdir. Çünki martda bayram olsun, tədbir olsun çoxdur. Ona görə yəni mənim baxımından mən açmaya bilərəm. Belə Fevral qrupu amma inşallah başlayır. Az dərindən inşallah 4-5 aya təmiz, mükəmməl öyrənəcək müəllimlər bir dəfə də üzdən geçsələr imtahana tam hazır gedəcəklər. Həm situasiya, həm imtahan, həm də yaxşı bal yığıb, yaxşı da maraq almaq üçün mübarizə gedəcək. Belə. Başlayaq. Görürsünüzmü? Deyir uşaq inkişafının dəyərləndirilməsi. Dəyərləndirmə nədir? Dəyərləndirmə, qiymətləndirmə, indi orada yazılıb, mən sizə deyirəm, bir-bir də izah edirəm, baxın. Məktəbə qədər təhsildə deyir qiymətləndirmə. Uşaqların əqli, fiziki inkişafı və təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesidir. Müəllimə, apreldə olacaq, bəli, yəqin ki, qrupumuz olacaq, amma apreldir, maydır. İyun ayları biraz isti olduğundan elə də diqqət dərsdə olmur da müəllimlərdə. Yəni qoşulurlar amma yaxşı faydalanmırlar. Ona görə ən yaxşı vaxt qış vaxtıdır, qış aylarıdır. Deyir ki, burada uşaqların əqli, fiziki inkişafı, təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi. Mən dəyərləndirirəm də, mən baxıram ki, bu uşağın əqli inkişafı necədir, bu uşağın fiziki inkişafı necədir, bu uşağın təhsil nailiyyəti necədir. Baxın, bir dənə sizə açar məqam verim. Sizə desək ki, məktəbə qədər təhsildə qiymətləndirmə yalnız uşağın təhsil nailiyyətləri üzərində mi aparılır? Xeyr, mən bağçada uşağa nə edirəm? Təhsilimi verirəm. Yox, nə edirəm? Təlim, tərbiyə verirəm. Təlim, tərbiyə verirəmsə, təhsil nailiyyətini mən qiymətləndirmirəm. Mən onun inkişafını, fiziki inkişafını, oturuşunu, duruşunu, tərbiyəsini, sosial-emosionalını, cəm uşaqlarla ünsiyyətini, nə bilim, estetik və yaradıcılığını, idrakını, hamısını da bütün inkişafını, fizikisindən tutmuş sosialına qədər, deyib gülməyinə qədər, cəmiyyətə uyğunlaşmağına qədər hamısını dəyərləndirirəm. Məktəbdəki kimi sırf uşağın mən dəyərləndirim təhsilini olmaz. Yəni bağça elə deyil. Bağça təlim, tərbiyə veririk hər tərəfli. O inkişaf sahələrimizə uyğun da dəyərləndirməmizi aparırıq. Sonra müəllimlər, qiymətləndirmə nədir? Məktəbədək yaşlı uşaqların inkişafıdır, nailiyyətləri və xüsusi ehtiyacları haqqında məlumat toplanması və dəyərləndirilməsi prosesidir. Bəli, qiymətləndirmə artıq uşaqların inkişafı, eyni zamanda nailiyyətləri, xüsusi ehtiyacları haqqında məlumatlar toplanır və dəyərləndirilib, ona uyğun da qiymətləndirməni aparırsan. Uşaq inkişafının dəyərləndirilməsi, uşağın deyir inkişafı və təlimi haqqında ailəni məlumatlandırmaq, müəssisədəki inkişaf etdirici mühiti davamlı şəkildə qiymətləndirmək, təhsil alanın bilik və bacarıq vərdişlərini dəyərləndirmək məqsədi ilə aparılır. İnkişafın dəyərləndirilməsi hər bir uşağa fərdi qaydada tətbiq edilir. Onun nitqi, hissi, böyük kiçik motor bacarıqlarının inkişaf səviyyəsini yaxud inkişaf ləngimələrini görmə, eşitmə ilə bağlı problemləri müəyyənləşdirir. Bəli, biz bilirik ki, uşağın görməsi, eşitməsi, reaksiyası, fərdi ehtiyacı nələrdir? Bunların hamısı aid olur bizim inkişaf sahələrimizə, standartlarımıza.
Bircə dəqiqə müəllimlər zəhmət olmasa. Davam edək. Aha. Yəni deməyim odur ki, dəyərləndirmə də dedikdə bunlar. Yəni biz dəyərləndirəndə uşaqların valideynləri də bura cəlb eləməliyik. Valideynlərin də uşağın inkişafı haqqında məlumat verməliyik. Bir tərəfli olmur. Yəni aldım, mən qiymətləndirdim, qoydum qırağa, yox, valideyn görməlidir, portfolyosundan tutmuş. Sonra dəyərləndirmə 3 hissəyə bölünür. 3 cür dəyərləndirməmiz var müəllimlər. Diaqnostik, ilkin dəyərləndirmə deməkdir, diaqnostik, inkişafın izlənilməsi, formativ, inkişafa dair yekun hesabat isə üçüncüsüdür. Nədir bu? Dəyərləndirmə fərqli. Bəli, müəllimə. Qiymətləndirmə odur ki, məsələn, dəyərləndirmə nədir? Təhlil eləyirsən ki, budur uşaq deyilə. Qiymətləndirmə artıq yekun diaqnozunu qoyursan ki, vəziyyət budur. Qiymətləndirmədə artıq konkret o nöqtəni qoyursan. Dəyərləndirmə, təhlil etmə vəziyyəti də o. Təhlil edirsən də hələ dəyərləndirmə aparsan. Amma qiymətləndirmədə konkret yekun nəticəni qoyursan ki, tapdım, yəni vəziyyət budur. Yekun olaraq yekun cavabı verirsən orada, dəqiq konkret cavabı verirsən. Sonra 3 cür aparılır. Desək ki, hansıdır? Deyəcəksiniz ki, diaqnostik, ilkin dəyərləndirilmə, inkişafın izlənilməsi, formativ və inkişafa dair yekun hesabat. Amma hazırda dəyərləndirmə 2 istiqamətdə aparılır əslində. İnkişafa dair yekun hesabat əsas deyil. İkisi də əsas. Hansıdır? Diaqnostiklə inkişafın izlənilməsi. İnkişafa dair yekun hesabat niyə deyil? Onu da deyəcəm sizə. İndi baxaq, birinci müəllimlər, diaqnostik dəyərləndirmə nədir? Əslində bu mövzunu mən istəyirdim daha dərindən, daha gözəl izah edim sizlərə. Biraz geniş mövzudur, çətin mövzudur. Onu mən bugün çatdıra bilsəm də qaça-qaça çatdıracam da belə deyim. İnşallah bir gün izahını başqa cür təşkil edeyim. Görürsünüzmü? Diaqnostik qiymətləndirmə deyir, təlimin ilkin mərhələsində uşağın bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik dəyərləndirmə uşağın marağı, dünya görüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir. Diaqnostik dəyərləndirmə zamanı toplanan məlumatlar uşağın inkişafının izlənilməsi və müqayisələrin aparılması üçün indikatorlar, göstəricilər yaradır. Nədir diaqnostik qiymətləndirmə? Bir öz dilimdə sizə deyim. Uşaq böyük qrupdasınız, qrupunuza təzə bir uşaq gəlir və bu uşaq siz bilmirsiniz ki, bu uşağın vəziyyəti nədir? Bu uşaqdan soruşursan, suallar verirsən, məsələn, məşğələlər haqqında. Bilirsən ki, məsələn, nəyi bilir, nəyi bilmir. Sən burada nədin? Diaqnoz qoydun. Bu uşağın vəziyyətini aşkarladın. İlkin qiymətləndirməni apardın və bildin ki, bu uşağın tələbi, istəyi, potensialı nədir? Bu oldu mənim ilkin qiymətləndirməm, yəni diaqnostik qiymətləndirməm. Sonra yəni diaqnoz nədir? Məsələn, həkimə gedirsiniz, elə deyil. Həkimə gedirsiniz, həkim sizi bilmir vəziyyətiniz nədir? Elə deyil. Həkimə gedirsiniz, deyirsiniz ki, məsələn, böyrəyim ağrıyır və ya başım ağrıyır, oram, buram. Məlumat verirsiniz, həkim də sizə nə edir? Diaqnoz qoyur. Deyir, səndə budur. Məsələn, bunlara ehtiyacın var, bunlar çatışmır. Sizə ətraflı məlumat verir. İşi götürəcəksiniz. Müəllimə, dəyərləndirmənin 2 növü var. Əsas olaraq işi götürülür. Belə 3 hissəyə adətən bölünür. Və müəllimlər kurikulumda 2 qeyd olunub. Və əlavə olaraq da bunu da vurğulayım sizə. Yəni həkim sizə yekun cavab verir ki, sizin diaqnozunuz budur. O deyirlər adətən həkim nə diaqnoz qoydu? Diaqnoz nədir? Yekun, yəni sənin nəyə ehtiyacın olub olmadığını, sənin vəziyyətinin nə yerdə olduğunu sənə deyəndə o diaqnoz sayılır. Yəni diaqnoz odur ki, vəziyyəti ortaya çıxardır, ilkin vəziyyəti. Diaqnostik qiymətləndirmə, yəni uşaq bağçaya təzə gələndə, ilk gələndə onun vəziyyətini bilirsən, vəziyyətinə uyğunda təlimini planlaşdırırsan. Və müəllimlər, bir də diaqnostik dəyərləndirmə haqqında danışaq yenə də. İlkin mərhələsində uşağın bilik bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik dəyərləndirmə uşağın deyir marağı, dünya görüşü, bayaq dedik və diaqnostik dəyərləndirməyə aiddir. İnkişafın məqsədləri, strategiyalarında çevik dəyişikliklərin aparılması, təlimin planlaşdırılması üçün şərait yaradır. Nədir bu? Məsələn, qrupuma təzə uşaq gəlib, mən onun belə deyim, onun haqqında necə deyim sizə? Tutaq ki, uşağın inkişafını bildim, amma planımı dəyişdirmirəm. Deyirəm, bir dənə uşaqdır da, durub ona görə planımı dəyişəcəm. Bunu demək olmaz. Mən onun inkişaf məqsədlərini bilməliyəm. Bu uşağın nələri bacarmalıdır, hansı strategiyalardan, yəni hansı iş üsulundan, hansı iş formasından istifadə etməliyəm bu uşaq üçün xüsusi olaraq və yaxud da ki, hansı dəyişiklikləri etməliyəm. Planımdakı bu uşağa da faydası olsun. Bunların hamısı diaqnostika aiddir. Bu sözü yadınızda saxlayın və yazın ki, o söz diaqnostika aiddir. Yazmaq istəyənlər ekranı yaxınlaşdırdım, yaza bilərsiniz. Sonra təlimin planlaşdırılması üçün də şərait yaradır. Bəli, təlimin planlaşdırılması üçün də mənim üçün şərait yaradır. Diaqnostik qiymətləndirmə uşağın ünlülüyə aiddir. Çünki potensialını uşağın müəyyənləşdirirsən. Bir də var inkişafın izlənilməsi, formativ qiymətləndirmə. Ya ona inkişafın izlənilməsi deyilir, ya da formativ qiymətləndirmə deyilir. Müəllimlər, inanın yoruldum.
Telefonu yaxından oxumaqdan yoruldum. Xırda hərflərlə yazdım. Burada da inkişafın izlənilməsi, yəni dediyim kimi formativ adlanır və hansı didaktik prinsipimizə aiddir? Deyəcəksiniz inkişaf yönümlülük. Formativ qiymətləndirmə nədir? Bilik bacarığa, bacarıq da vərdişə çevrilir. Ümumiyyətlə bilik bacarığa, bacarıq vərdişə çevrilir sözü hansı didaktik prinsipimizə aiddir? Deyəcəksiniz inkişaf yönümlülük. Müntəzəm şəkildə gedən qiymətləndirmə formativ qiymətləndirmədir. Yəni inkişafın izlənilməsidir. Unutmayın. Müntəzəm şəkildə sözü ona aiddir. Amma ilkin qiymətləndirmə, ilk dəfə qiymətləndirmə alıb qırağa qoyursansa, o diaqnostikdir. Bunların arasındakı fərqə diqqət yetirin. Diaqnostiki il boyu aparmırsan, amma formativi aparırsan. Diaqnostik ilin əvvəlində olur, formativ il boyu olur. Məsələn, müntəzəm şəkildə müəyyən intervallarla tərbiyəçi müəllim tərəfindən aparılan qiymətləndirmədir. İnkişafın izlənilməsində məqsəd uşaq necə öyrənir, necə inkişaf edir sualına cavab vermək olur, onun psixoloji vəziyyəti necədir, hansı fiziki hazırlığını təmin etmək lazımdır. Uşağın inkişafının izlənilməsi üçün səmərəli yollardan biri də onun müşahidə edilməsidir, qeydlərin aparılmasıdır. Müşahidə olunmuş fəaliyyət və davranış faktların mütəmadi qeyd olunmalıdır. Sənədləşdirmə prosesidir. Uşaq haqqında məlumatların sistemli şəkildə toplanmasına şərait yaradır. Tərbiyəçi müəllim məqsədi aydın, müşahidələri isə sistemli, obyektiv, seçmə və dəqiq olmalıdır. Uşaq inkişafını izləyən zaman tərbiyəçi müəllim meyar cədvəlindən istifadə edə bilər. Meyarlar məşğələnin məzmununa uyğun olaraq tərbiyəçi müəllim tərəfindən hazırlanır. Meyar bilirsiniz nədir müəllimlər? Davamlı şəkildə yəni siz bu dəyərləndirməni aparmalısınız. Meyar bilirsiniz nədir? Birinci meyar yerinə yetirir, ikinci meyar qismən yerinə yetirir, üçüncü meyar da yerinə yetirmir. İldə 4 dəfə siz rüblərə görə uşağı formativ qiymətləndirmədən keçirdirsiniz də. Baxın, inkişafını izləmə odur. Bu da 3 ayda hardasa təsadüf edilir, belə deyim. Sentyabrdan məsələn başlamısınızsa noyabrda, noyabrdan sonra fevralda. Yəni 4 aydan, 3 aydan bir ildə 4 dəfə aparılır da, rübdə 2 dəfə. Hər rübdə bir dəfə, daha doğrusu 3 aydan bir fəslə görə. Belə yadınızda saxlayın. Aysa olun 3 aydan bir fəslə görə, yəni məsələn sentyabr, oktyabr, noyabr, sonra dekabr, yanvar, fevral. Belə yəni bu şəkildə biz aparırıq. Bu olur bizim formativ qiymətləndirməmiz. Formativ qiymətləndirmənin mexanizminə nələr daxildir? Mexanizm dedikdə, yəni formativ qiymətləndirməni mən nələrlə ölçürəm? Formativ qiymətləndirmə dedikdə ora daxildir müşahidə. Mən müşahidə ilə formativ qiymətləndirməmi aparıram, müsahibə ilə formativ qiymətləndirməmi aparıram, şifahi sorğu ilə aparıram, fəaliyyət məhsullarını təhlil edərək aparıram, portfolyom əlimdədirsə aparıram. Sonra, yəni baxın, yenə də deyirəm, müşahidə, müsahibə, şifahi sorğu, fəaliyyət məhsullarının təhlili və portfolyo bizim formativ qiymətləndirməmizə aiddir. Bunların birini siz etmirsinizsə, baxçada yazmırsınızsa, səhv edirsiniz. Dəyərləndirmə üçün sizin bu sənədləriniz olmalıdır. Müşahidə dəftəriniz, müşahidə olmalıdır, müsahibə etməlisiniz, uşaqlara şifahi sorğu etməlisiniz, fəaliyyət məhsullarını təhlil etməlisiniz, bir də əlinizdə portfolyonuz olmalıdır. Sonra müəllimlər deyir orada. Bəli, uşaq necə öyrənir, necə inkişaf edir, davamlı qiymətləndirilməlidir. Müşahidə nədir? Müşahidədir uşağın məşğuliyyətinə müdaxilə etmədən nə deyir orada? Məsələn, müəllim tərəfindən seyr edilməsi prosesidir. Müəllimlər qeyd alırlar, davranışları, hərəkətləri. Məsələn, dünən mənim uşağım tutaq ki, qrupumdakı dünən kefsiz gəlmişdi baxçaya, amma bugün gülür, deyir gülür. Və ya dünən deyib gülüb, bugün kefsiz gəlib. Mən artıq bilirəm ki, bu nədir? Bu gündəlik müşahidədir, indi ona keçəcəm. Yəni müşahidə nədir? Keçirəm, otururam qıraqda, uşağı müşahidə edirəm. Lap elə oyununda, lap elə fəaliyyətində fərq eləmir. Müşahidə budur. Müşahidə, yəni o deməkdir ki, müşahidə ayrıdır, müsahibə ayrıdır. Müşahidədə kənarda çəkilib müşahidə edirsən, baxırsan vəziyyətə. Adi bir yerə gedirsiniz, bir məclisə gedirsiniz, oturub əhatədəkiləri müşahidə edirsiniz, görüm kim nə qardı, kim nə yeyinib, kim nə yeyinir. Bax bu artıq nədir? Bu müşahidədir. Bağçada da biz müşahidəni belə aparırıq. Sonra müşahidələr sistematik deyir aparılmalıdır. Sistematik yanaşma uşaqlar deyir müəyyən müddət ərzində bir çox deyir fərqli fəaliyyətlərdə iştirakçı zamanı onların inkişafının izlənilməsinə imkan yaradır. Müşahidə deyir diaqnostika məqsədi ilə aparılır. Davamlı qiymətləndirmə vəzifəsi kimi çıxış edir. Yəni diaqnostika, yəni artıq sən onu davamlı şəkildə izləyirsən də. Bu metoddan deyir istifadə zamanı müəllimlər uşaqların təlim fəaliyyətini fasiləsiz izləyir, qeydlər aparır. Uşaqların əldə etdikləri irəliləyişlər haqqında məlumatı valideynə təqdim edir. Bəli, nə görürsə, nə dəyişiklik görürsə deyir. Çünki valideyndən çox uşaq adətən bağça uşağı müəllimin yanında daha çox olur fəaliyyət dövründə. Deyəcəm müəllimə onları da sizə. Müşahidələrin qeydə alınması obyektiv məlumatın toplanmasından ibarətdir. Fərdi xüsusiyyətləri, ehtiyacları, qabiliyyətləri biraz tələsi oxuyacağam ki, çox gec olur artıq. Maraqları haqqında məlumat deyir toplamağa imkan verir. Sonra
Necə müəllimə bir dəqiqə. Aha. Bəli, müəllimə vacib mövzudur. Çox vacib. Düzdür, biraz yorulmuşam, amma bacardığım qədər sona qədər çatdıracağam. Müşahidə deyir 2 saat uca danışıram. 2 saat 17 dəqiqədir. Müəllimlərin deyir məqsədlərinə deyir nail olunması, valideynin hansı işi aparmalıdır, onu bilməlidir valideyn. Sonra bir də müəllimlər baxın, müşahidə 2 cür olur. Dövrü müşahidə, gündəlik müşahidə. Dövrü müşahidə nədir? Gündəlik müşahidə nədir? Baxın. Dərsləri bağlayaq. Dərslər hər dəfə deyirəm axı. Aha. Müşahidə dediyim kimi uşağa toxunmursan, müdaxilə etmirsən, kənardan oturursan və uşağı müşahidə edirsən, qeydləri aparırsan. Müşahidə 2 cür aparılır. Dövrü müşahidə, gündəlik müşahidə. Məsələn, gündəlik müşahidə nədir? Gündəlik müşahidə, yenə də deyirəm, oturmusunuz özünüzə sinifdə görürsünüz ki, dünən Emil kefsiz idi, bugün məsələn dünən kefli idi, sevincli idi, bugün kefsiz gəlib. Və yaxud da ki, dünən yoldaşı ilə paylaşırdı, bugün paylaşmır. Məsələn, dünən daha səbirli danışırdı, bugün danışmır. Və yaxud da ki, oturursunuz özünüzə uşaqlara baxırsınız. Hər hərəkətinə sizə salam verdimi, vermədimi? Gündəlik uşaqlara baxmağımız müşahidədir də. Gündəlik müşahidə budur. Gündəlik müşahidə müəllimlər nə deyir? Heç bir qaydaya tabe olmur. Müəllim tərəfindən gündəlik həyat şəraitində aparılır. Alınan nəticələr ilkin məlumatlar formasında toplanır. Yəni ilkin məlumat, amma mən gündəlik müşahidəni qeyd etmirəm. Gündəlik müşahidə qeyd edilmir. Amma bir də var dövrü müşahidə. Bax, bu əsasdır. Dövrü müşahidə uşağın oyun fəaliyyəti zamanı, təlim fəaliyyəti zamanı, əmək fəaliyyəti zamanı aparılır. Məsələn, tətbiq etmə zamanı, nəsə bir oyun qururuq, onda aparırıq. Təlim zamanı, dərslər zamanı, dərk etmə zamanı, dərk etmədə izah edirəm. Uşağın verdiyi suallar məni qane eləyir, gedib onu yazıram, qeyd eləyirəm. Bax, dövrü müşahidə odur. Yəni, bu müşahidə vasitəsilə uşağın dil fəaliyyəti ardıcıl öyrənilir. Nəticələrə görə anketlər və yaxud müşahidə gündəliyi doldurulur. Müşahidə əsasən uşağın maraqları, xüsusi diqqəti cəlb edən məqamlarını aşkar edir. Müəllimlər uşaqların nailiyyətlərini hər bir inkişaf sahəsi üzrə müşahidə etməlidir. Bəli, inkişaf sahəsi üzrə biz müşahidə dəftəri tuturuq, inkişafın izlənilməsidir o da. Orada mən 3 dənə uşağın gündə və ya 4 dənə uşağın adını yazırsınız gündəlik olaraq. Məsələn, 4 dənə uşağı bu gün müşahidə elədiniz, onları yazırsınız ora. Məsələn, bu hərəkəti yerinə yetirdi, yetirmədi. Orada işarələr var, onları qoyursunuz gündəlik şəkildə. Məsələn, gündəlik şəkildə deyəndə, məsələn, bu gün Ayşənin, Emilin, Fatmanın, Səidin adını yazmısınızsa, sabah başqa 3-4 dənə uşağın adını yazırsınız. O biri gün başqa 3-4 dənə. Və ayın axırına qədər bütün uşaqlar qiymətləndirmədən keçir, sonra yenə də dövr edilir o biri uşaqlarla. Belə biz artıq keçirik dediyimiz kimi müşahidəyə. Yəni bu dövrü müşahidədir. Gündəlik müşahidə ilə dövrü müşahidənin fərqi odur ki, dövrü qeyd edilir, gündəlik qeyd edilmir. Desək ki, formal müşahidə hansıdır, qeyri-formal hansıdır? Formal müşahidə qeyd olunan, yəni formal bərabərdir dövrü müşahidədir yazarsınız. Formal bərabərdir dövrü müşahidə. Eyni şeydir. Ya formal müşahidə, ya dövrü müşahidə. Bəs qeyri-formal müşahidə nədir? Qeyri-formal, qeyri sözü aid olur bizim gündəlik müşahidəmizə. Unutmayın bunu da. Sonra müəllimlər, müsahibə nədir? Müsahibə artıq söhbət formasında aparılır. Uşaqlarla söhbət edirik. Həmçinin deyir, uşaqların qiymətləndirmə göstəricilərini müəyyənləşdiririk. Valideynlərlə aparılan iş zamanında istifadə edir və ilkin məlumatın toplanması üçün aparılır. Müsahibə söhbətdir də, söhbət edirsən, danışırsan. Amma bir də var şifahi sorğu. Şifahi sorğu dərsdə sual-cavab eləmək deməkdir. Məsələn, dərsdə uşaqları deyəsən müəllimlər qayd götürüləcək. Mənə mesaj gəldi. Deyəsən qayd götürülüb. İnşallah tam yerləşdirilsə atacağam. Diqqətiniz qrupda olar. Atarsız müəllim yoldaşlarınız da faydalanar bu dərsdən. Şifahi sorğu isə söhbət oyunlar formasında aparılır, dərs prosesindən söhbət gedir və şifahi sorğuda məsələn deyə bilərəm sizə, tutaq ki, nağıl keçmişsə elə, nağılı uşaq öyrənib gəlib sual-cavab eləyirsən. Yəni bu artıq dərs prosesində, sorğu-sual formasında aparılır, oyun formasında keçirə bilirsən, amma müsahibə söhbətdir. Psixoloji söhbət kimi yadınızda qalsın. Bir də var müəllimlər, fəaliyyət məhsullarının təhlili. Keçən dəfə də demişdim, məhsuldar fəaliyyət. Nədir məhsuldar fəaliyyətim? Mənim yapmam, quraşdırmam, aplikasiyam, rəsmim, bu mənim məhsuldar fəaliyyətimdir.
Burada nə deyir? Uşaq deyir məhsuldar fəaliyyət, rəsm yapma, quraşdırma, kəsib yapışdırma nəticələrinə görə qiymətləndirilir. Bu qiymətləndirmənin obyektiv aparılması üçün həmin deyir sahələr, normalar müəyyənləşdirilir. Məktəbə hazırlıq deyir siniflərində qiymətləndirmədə portfoliodan istifadə etmək məqsədə uyğundur. Fəaliyyət məhsullarının təhlili o deməkdir ki, rəsm, yapma, quraşdırma, kəsib yapışdırmada sənin portfolion olmalıdır. Uşaq nə kəsib, nə yapışdırıb, nə quraşdırıb hamısını yerləşdirir ora. İndi sual çıxacaq, bəs müəllimə, elə bir şey uşaqlarla biz quraşdırmışıq ki, mən onu portfolioya qoya bilməm və ya qrup işi ilə eləmişəm, mən onu hansını portfoliosuna qoyub uşağın şəklini çəkirsiniz, ya onu valideyn çıxartsın sizə göndərsin, ya da özünüz çıxartdırırsınız o şəkli, aparıb qoyursunuz portfolionun içərisinə, yoxlama da gələndə görür ki, uşaq bu fəaliyyəti həyata keçirdib. Siz onu ora qoya bilməsəniz də şəkildən o anlaşılır. Sonra müəllimlər, portfolio ingilis dilində portfolio mühüm sənədlər deməkdir. Yəni portfolio haqqında bura deyim uşağın sənədləri, uşaq haqqında məlumatlar, eyni zamanda nailiyyətləri, qeydləri, qiymətləndirməmizi ora qoyuruq. Uşaq haqqında bir növ portfolionu yoxlama əlinə alanda uşaq haqqında bütün hər şeyi bilmiş olacaq. Onun diaqnostikini, onun formativini, onun əl işlərini, onun haqqında məlumatı hamısı portfolioda qeyd olunmalıdır. Sonra inkişaf trayektoriyasıdır da bir növ. Yəni bu hissəni özünüz oxuyarsınız. Xırdalamağa ehtiyac yoxdur. Portfolionu zaten bilirsiniz. Sonra portfolioya nələr qoyulur? Onlara baxaq. Təsviri və gündəlik qeydlər, iş nümunələri, müsahibə ilə şifahi sorğunun fərqli başqa cəhətləri zəhmət olmasa müəllimlər, müsahibə odur ki, söhbət edirsən, ümumi oradan-buradan psixoloji sual verirsən, valideyndən söhbət edirsən, müsahibə zamanı, məsələn, vəziyyəti, psixoloji vəziyyəti, yəni ümumi fikirləri, yoldaşı ilə olan münasibəti bu müsahibədir. Amma şifahi sorğu dərslə bağlıdır, oyunla. Ancaq siz sorğu-sual edirsən, dərsdən söhbət gedir. Müsahibə söhbətdir. Məsələn, mən sizlə bu dəqiqə söhbət eləsəm, müsahibə sizin işinizlə bağlı oradan-buradan bu müsahibədir. Amma şifahi sorğu sizə dərslə sual-cavab edirəmsə, bu şifahi sorğudur. Sonra bura nə qoyulur? İş nümunələri, ailənin məlumatları, yaş inkişaf səviyyəsi cədvəlləri, təsviri və gündəlik qeydlər nədir? Məsələn, fərdi və qrup şəklindədir, fəaliyyətlər haqqında günün sonunda təəssüratların qeyd olunmasıdır. Subyektiv xarakter daşıyır, subyektiv yəni belə deyim, nədir? Bax, məsələn, gün ərzində baş verən hadisələr əsasında uşaqların müəyyən nailiyyət və uğursuzluğunu izləməkdə faydalı ola bilər. Yəni, subyektiv o deməkdir ki, tək uşağa aiddir də təsvir və gündəlik qeydlər. Yəni, bir uşağın sən təsvir və gündəlik qeydini öz portfoliosuna qoya bilərsən. Hamısını bir yerdə qoya bilmərsən. Yəni, hamının qeydini bir vərəqdə apara bilmərsən. Hərəsini ayrı-ayrı ayırmalısan və öz portfoliosuna qoymalısan. İş nümunələri, şəkil çəkmək, tapşırıqlar, iş vərəqləri, işçi vərəqləri hamısı iş nümunələri də ora qoyulur. Dərs prosesində apardığı fəaliyyətlər, ailənin məlumatlarını qoyursunuz. Siz ora valideynlər haqqında anket, müşahidə gündəliyi olur orada. Sonra müəllim üçün anket olur orada. Sonra müəllimlər, bir də var yaş və inkişaf səviyyəsi cədvəlləri. Bu nədir? Hər yaş dövrünün sonunda uşaqların inkişaf səviyyələri müəyyən olur. Uşaqlar yaş və inkişaf səviyyələrinin müəyyənləşdirilməsi, qiymətləndirmənin mütəmadi aparılması, uşaqların fərdi maraqlarına, öyrənmə üsullarına, bacarıqlarına cavab verən müvafiq təlim strategiyalarının planlaşdırılması üçün əsas hesab edilir. Yəni, burada artıq standartlarda deyir, nəzərdə tutulmuş nəticələrinin hamısı təlim prosesində nəzərə alınmalı. Qiymətləndirmə zamanı uşaqların nəzərdə tutulmuş təlim nəticələri üzrə nailiyyətlərinə xüsusi diqqət yetirilməlidir. Uşaqlar təlim nailiyyətlərini müxtəlif yolla nümayiş etdirirlər. Seçilmiş vaxt, uşağın əhval-ruhiyyəsi, verilən sualların xarakteri, məzmunu ilə uşağın tanışlığı, onun təlim dilini asanlıqla başa düşməsi nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərir. Bəli, yaş və inkişaf səviyyəsi cədvəlləri, inkişafa dair yekun hesabatını da ora qoya bilərik. Bir də var müəllimlər, inkişafa dair yekun hesabat nədir? İnkişafa dair yekun hesabat unutmayın 2 dəfə aparılır. Məktəbə qədər dövrdə 2 dəfə aparılır ha. Yaş dövründə yox. Bax, qarışdırmayın. İnkişafa dair yekun hesabat 2 dəfə aparılır. Bayaq sizə nə demişdim? Erkən məktəbə qədər dövr, böyük məktəbə qədər dövr. Erkən məktəbə qədər, böyük məktəbə qədər. Erkən məktəbə qədər dövr nə demişdim? 1-3 yaş əhatə edir. Böyük məktəbə qədər dövr 3-6 yaş əhatə edir. Erkən məktəbə qədər dövrün sonu hansı yaş dövrüdür? 3 yaş. Çünki 1-3 yaşdır da. 1-2-3 yaşın sonu erkən məktəbə qədər dövr bitir. 6 yaşın sonu da böyük məktəbə qədər dövr bitir. Çünki 1-3 ilə 3-6 ayrı-ayrıdır. 3 yaşın sonu erkən məktəbə qədər dövrün sonudur. 6 yaşın sonu da böyük məktəbə qədər dövrün. Yəni 3 yaşın sonunda uşağın inkişafa dair yekun hesabatını qeyd edib onun portfoliosuna qoyursan ki, bu uşaq məsələn bunu bilib. Bax, məsələn, nümunə var burada.
Uşaq deyir növbəti mərhələyə qədəm qoyur. Erkən məktəbə qədər dövrdən böyük məktəbə qədər dövrə qədəm qoyur. Baxın aşağıda görürsünüzmü? Nümunə qoyublar ki, inkişafa dair yekun hesabat necə yazdırsınız? Bax bura baxıb yaza bilərsiniz. Uşağın adı, soyadı, atasının adını yazın, yaşını yazın, məktəbə qədər təhsil müəssisəsini yazın, tərbiyəçi müəllimin soyadını, adını yazın. Məktəbə qədər yaş dövründə əlinin məsələn adı şərtidir. Həm fiziki, həm psixoloji inkişafı sürətlə gedir. Əli məktəbə qədər təhsil müəssisəsinə gəldiyi müddətdə boyunun, çəkisinin artması nəzərə çarpacaq. Məsələn, dəyişiklik baş vermişdir. O diqqəti cəlb etməyi xoşlayır. Buranı özünüz oxuyarsınız. Məsələn, inkişafa dair yekun hesabatın nümunəsidir. Bura qoyublar ki, bu belə yazılır. Sonra tərbiyəçi müəllimin imzası, valideynin imzası olur sonda. Sonra bir də var sonda qiymətləndirmə və dəyərləndirmənin əsasını təşkil edən qaydalar var. Baxın müəllimlər, bu imtahana düşür. Bu hissə düşür. Bunu vərəqin sonudur deyib qıraqda qoymayın, imtahana düşüb. 2-3 dəfə düşüb gözlə. Baxın, uşaqlar məktəbazlıq qruplarına gedərkən eyni zamanda həm bağça mühitinə, həm də gələcək deyil, məktəb mühitinə uyğunlaşmağı öyrənirlər. Yəni bunu burada yenə də oxuyum, deyim. Bunun üçün onlara öz inkişaf səviyyələrinə uyğun gələn, müstəqil şəkildə həyata keçirə bildikləri fəaliyyətlər çeşidinə aid olan rəngarəng təlim imkanları vasitəsilə öz nailiyyətlərini nümayiş etdirmək üçün çox vaxt verilməlidir. Müəllimlər onu da nəzərə almalıdırlar ki, digər uşaqlara nisbətən bəzi uşaqların bağçaya uyğunlaşma müddəti daha uzun ola bilər, bəzilərinin də gec ola bilər, adaptasiya müddəti də, yəni deyir müəllimlər bunu nəzərə alsınlar. Baxın sizə aid da müəllimlər imtahana düşəndə deməyin ki, biz bu cümləni görməmişik. Müəllimlər onu da nəzərə almalıdırlar ki, digər uşaqlara nisbətən bağçaya uyğunlaşma müddəti, bunu dedim, günün vaxtı, vəziyyət, verilən sualların növü, məzmunla tanışlıq, təlim dilini asanlıqla başa düşmək kimi amillərdən asılı olur. İstənilən vaxtda uşağın davamiyyətinə təsir göstərə biləcək amillərə yol açmaq məqsədi ilə müəllimlər müxtəlif strategiyalardan, vasitələrdən istifadə edərək cari qaydada həm hər yeni gün qrupda keçirilən məşğələlər əsasında uşaqların təlim nailiyyətlərini qiymətləndirməlidirlər. Qiymətləndirmə strategiyaları uşaqların bilmədiklərini və bacarmadıqlarını aşkar edib göstərməyə deyil, uşaqların bildiklərini, bacardıqlarını göstərməyə sövq etməlidirlər. Nə deməkdir bu? Baxın, qiymətləndirmə deyir strategiyaları uşaqların bilmədiklərini və bacarmadıqlarını aşkar edib göstərməyə deyil. Yəni ancaq sən bunu bilmirsən, bunu bacarmırsan, mən bunu üzə çıxardım, bunu qarşı tərəfə bildirim demir də. Yəni əksinə deyir, bacardıqlarını üzə çıxart. Yəni bilmədiyini deyir, üzə çıxartma. Bacardığını üzə çıxartsa o qabağa getsin. Səhvini, nöqsanını üzə çıxartma deyir. Bu hissə sizin yadınızda qalsın və bir də var müəllimlər, qiymətləndirmə və dəyərləndirmənin əsasını təşkil edən tələblər. İndi onu da deyirəm, hər kəsin diqqəti burada. Müəllim, bu dedim bu atardınız, bunu çıxartdırardıq da bu PDF-i, bu vərəqi. Göndərərəm, ataram qrupa. Çox sağ olun. Onları da ataram, məktəbazlığın kitablarını da atacağam. Və müəllimlər, görürsünüzmü burada? Qiymətləndirmənin, dəyərləndirmənin əsasını təşkil edən tələblər. Siz bu tələbləri əzbərləyin mi deyim, yadınızda mı saxlayın? Bu imtahana 100% düşəcək, 100% situasiyalardır bunlar. Baxın, qiymətləndirmə deyir uşaqda mənfi hisslər oyatmadan, onun deyir özünə inamını, irəli getmək səylərini möhkəmləndirərək müsbət emosional şəraitdə aparılmalıdır. Yəni, bilirsiniz necə? Uşaqda siz qiymətləndirmə zamanı mənfi hiss yaratmamalısınız. Desək ki, mənfi hisslər oyatmalıdır, səhvdir. Mənfi hisslər oyatmadan, onun özünə inamını, irəli getmək səylərini möhkəmləndirmək müsbət emosional şəraitdə aparmalısınız. Qiymətləndirmənin obyekti uşağın hərəkət və davranışları, müəyyən şəraitdə fəaliyyətin nəticələri olmalıdır. Bəli, yəni uşağın şəxsiyyəti yox, uşağın hərəkəti, davranışı olmalıdır. Qiymətləndirmə uşağın şəxsiyyətinə yönəlməməli. Baxın, uşağın şəxsiyyətinə yönəlməməlidir. Uşağın şəxsiyyətini sən qiymətləndirə bilmərsən, o şəxsiyyətdir. Sən uşağın nə deyir o da şəxsiyyətinə yönəlməməli, fəaliyyətinə yönəlməlidir. Yəni uşağa sevgi, hörmət bəslənməlidir. Uşağın şəxsən özlərinin, qrup yoldaşlarının nailiyyətlərinin qiymətləndirmə prosesində iştirak etməli. Bunun üçün onlara müəyyən şərait yaradılmalıdır. Məsələn, Emil, mən Ayşəyə bu gün alqışlar deyirəm. Məsələn, Ayşə bu gün gözəl cavab verdi. Emil, səncə neçə düşür Ayşəyə? Səncə Ayşə necə cavab verdi? İcazə verməliyik ki, uşaq da öz fikrini desin. Demək ki, yoldaşları uşağın qiymətləndirməsində iştirak edə bilərmi? Bilər. Sonra nə deyir orada? Baxın. Müqayisələr digər uşaqların nəticələri ilə deyil, uşağın indiki və əvvəlki nəticələri arasında aparılmalıdır. Yəni müqayisə, məsələn, necə deyim? Tutaq ki, deyirəm ki, Ayşə və Emil. Bu gün Ayşə yaxşıdır, Emil zəifdir. Ayşə güclüdür, Emil məsələn zəifdir. Bunu dəfələrlə demək olmaz. Mən iki uşağı müqayisə edə bilmərəm. Hər biri fərqlidir, öyrənmə tərzləri fərqlidir. Uşaqlar arasında rəqabət yaranır burada. Bu düzgün fikir deyil. Burada mən nə edirəm? Uşağın əvvəlki biliyi ilə indiki biliyini müqayisə edirəm, ona uyğun da qiymətləndirmə aparıram. İki uşağı qoyub demirəm. Bu uşağın
Nəticəsi budur, bu zəifdir. Demək ki, bu zəif uşaqdır. Yox. Bir əvvəl nə bilirdi, indi nə bilir? Bir inkişafını izlədi, görüm irəliləyiş nə qədərdir. Bu olur düzgün fikir. Sonra qiymətləndirmə və dəyərləndirmənin üsulları. Qiymətləndirmə, dəyərləndirmə üçün istifadə olunan üsullar nəzərdə tutulan təlim nəticələri əsasına dəqiqliklə müəyyən edilməlidir. Bəli. Təlim üsulları əsasında siz artıq qiymətləndirməni, dəyərləndirməni hansı üsulla aparmalısınızsa dəqiq müəyyən etməlisiniz. Sonra uşaqların biliyi haqqında genişləndirəcəkdir. Müəllim qiymətləndirmə üsullarının inkişaf, mədəniyyət, dilçilik tələblərinə uyğun gəldiyindən əmin olaraq həmin üsulları diqqətdə saxlamalıdır. Bəli, qiymətləndirmə tez-tez aparılmalıdır, səmərəli şəkildə planlaşdırılmalıdır, təşkil edilməlidir. Müəllimlər hər bir uşağın nəzərdə tutulmuş ümumi təlim nəticələrinə nail olmaq istiqamətində irəliləməsinə kömək etməyə qadir olsunlar ki, uşaqlar yəni bu nəticələrə çatsınlar. Və müəllimlər aşağıya baxın, görürsünüzmü? Məktəb hazırlıq dövründə aparılan deyir qiymətləndirmə əsasında əsas diqqət uşağın əvvəlki təlim fəaliyyətinin qeyri-rəsmi diaqnostik qiymətləndirməsinə, habelə cari təlim fəaliyyətinə kömək etmək və tədris üsullarını müəyyən etmək üçün nəzərdə tutulan formativ, yaradıcı qiymətləndirməyə yetirilməlidir. Yəni burada nə deyir? Məktəbə hazırlıq dövründə aparılan qiymətləndirmə əsasında əsas diqqət uşağın əvvəlki təlim fəaliyyətinin qeyri-rəsmi diaqnostik qiymətləndirməsinə, habelə nə deyir orada? Cari təlim fəaliyyətinə kömək etmək, yəni cari fəaliyyət olsun, yəni gündəlik fəaliyyətinə kömək etmək üçün nəzərdə tutulan formativ yaradıcı qiymətləndirmə yetirilməlidir. Yəni yaradıcı qiymətləndirməyə biz gəlib çatmalıyıq və burada sonda görürsünüzmü axırda? Müəllim deyir uşaqları aşağıdakı nümunəvi ifadələr vasitəsilə qiymətləndirə bilər. Məsələn, qiymətləndirmə sadəcə müəllimlər unutmayın, səsləri bağlayaq zəhmət olmasa. Qiymətləndirmə, bütün səsləri bağlayım. Qiymətləndirmə unutmayın. Məsələn, təkcə ancaq elə yazı qeyd eləyim, onu oraya yazın, bunu bura qiymətləndirmə sözlə də olur. Uğur pedaqogikası keçmişəm. Sən məni çox sevindirdin. Mən əminəm ki, gələn dəfə daha yaxşı alınacaq. Mən sənin işinlə fəxr edirəm. Bu qiymətləndirmədir. Bu inkişaf önümlülüyümüzə aiddir. Çünki uşaq inkişaf edir, həvəslənir, sevinir, ruhdan düşmür. Və yaxud da ki, sən biraz da üzərində işləsən çox yaxşı olacaq. Bunların hamısını düzgün ifadələr siz seçirsiniz, uşağın inkişafını qiymətləndirirsiniz. Siz belə qiymət verirsiniz uşağa. Yəni sözlə də qiymətləndirmə aparılır baxtada. Bax, bu da onun sübutu. Sonra nə deyir orada? Son cümləni də oxuyub. İfadələrin düzgün seçilməsi uşaqların təlimə marağını artırır. Özünə qiymətləndirmə üçün istiqamət seçməyə yardım edir. Məktəb hazırlığın formalaşmasına təsir edir. Hər bir uşağın fərdi inkişaf səviyyəsini təsdiqləməyə imkan yaradır. Yəni bu da oldu müəllimlər bizim dediyimiz kimi qiymətləndirmə və dəyərləndirməmiz. Bu Uyğur pedaqogikasıdır. Bu bizim aiddir, demişdim sizə keçən dəfə, konstruktiv, destruktiv rəyimizə. Bu konstruktiv rəydir. Yəni bir növ uşağa həvəsdən salmırsan, uşağa həvəs verirsən. Konstruktiv rəylə destruktiv rəyin fərqi o idi ki, konstruktiv rəy müsbətə yönəlir, destruktiv keçmişə yönəlir. Konstruktiv düzü də deyir, səhvi sonra deyir. Birinci düzü deyir, həvəsləndirir. Sonra da səhvi deyir. Destruktiv isə təmiz həvəsdən salır, uşağı pisləyir. Belə müəllimlər, ümid edirəm ki, qəşəng anladınız. Bugün həm alt standartları izah elədim, həm smartdan danışdım, məqsəddən danışdım, dəyərləndirmədən danışdım, bir də planlaşdırmadan danışdım. Yəni əhatəli də danışdığımı düşünürəm. Nəsə də yaddan çıxıbsa da YouTube-dan baxarsınız. Yenidən izahlara baxarsınız. Necə keçdi? Yəni tam qavradınızmı mənim dərsimi? Çox sağ olun. Həmişə kimi gözəl bir təlim, Sağ gözəl bir olun. Çox sağ olun. Baxıram ki, 170 müəllim qalıb. İnanın, başqa vaxt yəni birə işləyirik, saat görürsünüz necə maraqla qalmısınız. Mən həmişəki kimi öz devizimi saxlayıram. Mən təlimdən xüsusi zövq alıram Ayda xanım, sizin bu təliminizdən. Çox sağ olun müəllimə, təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Olar mən Əziyyət çəkirsiniz. Sağ mən olun. sual verə bilərəm. Buyurun, buyurun. Bu portfolio siz bayaqları dediniz ki, həmin məşğələlərdə çəkilən şəkillər portfolionun arasında çıxarılıb, üzü çıxarılıb portfolioya qoyula bilər də, yəni saxlanılmalıdır. Məşğələ zamanı Bəli, şəkil çəkirsiniz. Uşaq məsələn quraşdırma fəaliyyəti ilə məşğuldur, onu qoya bilmirsiniz. Şəklini çəkirsiniz uşağın telefonunuzda, çıxartdırırsınız, qoyursunuz portfolionun arasına ki, bu vaxtı bu uşaq tarixi də yazırsınız üstünə, qoyursunuz portfoliosunun arasına. Belə, içinə, yəni faylın içinə. Belə ki, uşağın hansı hər şeyi qoymaq olmur da, hər oyunu da oyundan da çəkib qoya bilərsiniz, oyunları da qoya bilərsiniz. Bütün fəaliyyətlərini. Deməli axşamınız xeyir. Axşamınız xeyir şəmsi müəllimə.
Necəsiz Ayda Yaxşı müəllimə? olasınız. Sizə təşəkkür edirəm. Səsiniz var olsun, Çox sağ olun. nailiyyətləriniz bol Çox olsun. sağ olun. Mən də sizə bir sualım var, sizi dinlərdim və burada dəyərləndirmə 3 hissəyə bölünür. Amma o testə düşsə ki, dəyərləndirmə neçə hissədən ibarətdir? Biz onu 2 hissədən götürəcəyik. Orada inkişafa dair yekun hesabatı götürmür. Yox, inkişafa dair Ancaq yekun hesabat formatı- müəllimə dəyərləndirmə deyirdi. O yekun sənə deyir ki, yəni bu uşaq bu vəziyyətdə idi. Bu vəziyyətə gəldi. Elə bil ki, yekun hesabat verir ki, məsələn 1-3 yaşda, 1 yaşda gələndə belə idi, 2-3 yaşda onun inkişafı ümumi bu oldu. Yəni bu əsas götürülmür də, bu adı üstündə yekun hesabat. O da Çox elə sağ bil olun ki, ildə 2 Xalqə müəllimə. dəfədir də. Necə? 3 yaşın son, o 1-3 yaşda götürülür, o inkişafa dair yekun hesabat. Bir də 3 yaşın, 3-6 yaşın sonunda. 3 yaşın sonu, bir də 6 yaşın sonu 2 dəfə götürülür 6 məktəbə yaşın qədər sonu. dövrdə. Məktəbə qədər dövr 1-6 yaşlı uşaqları əhatə edir. 1-6 yaş ilə 3 yaşın sonunda bir dəfə götürülür, 6 yaşın sonunda da bir dəfə oldu 2 dəfə. Təşəkkür edirəm. Bəli, uzun Çox oldu sağ olun. təlimimiz. Mən İnanın, sizə əlim təşəkkür vaxtım edirəm. çox olsa çox dəstək olaram sizə həqiqətən də. Çox sağ olun müəllimlər. Ayda müəllimə, var olasınız. Siz sağ olun. Gecəniz xeyir. Sağ olun, xeyrə qarşı uğurlar arzulayıram. İnşallah bacardığım qədər qruplarda qalın. Dəstək olmağa çalışacağam. Vaxtım olsa daha çox dəstək olaram. Vaxt çox vaxt məhdudiyyəti. Bu gün istirahət günüm idi. İnanın ki, sırf onu sizə ayırdım ki, nəsə öyrədə bilim. Çünki sonra vaxtım olmayacaq. Söz vermişdim. Sağ olun müəllimlər. Gələn dəfələrdə də inşallah. Çox sağ olun, Sağ olun. gecəniz xeyrə. Gələn dəfə məktəbə hazırlığın PDF-i haqqında məlumat verəcəm. Oradan da sizə situasiyalarını, test işləmə texnikalarını deyəcəm. Bu gün gücüm buna çatdı. Bundan artığına da gedə bilmirəm. Kayda da sona qədər baxarsınız. İnşallah yüklənsin, mənə atacaqlar, atacağam sizə. Sağ olun. Gecəniz xeyrə Çox qalsın. sağ olun, minnətdarım. Sağ olun. Sağ olun. Allah razı olsun. Sağ olun.